Herkese salam olsun, kanalıma hoş gəlmisiniz. Ardıcıllıq mövzusundan belə bir tapşırıq verilib. Gəlin bunu həll edək. Baxırıq, 8 və 12 verib. 8 və 12 arasında necə bir ardıcıllıq ola bilər? 8-dən 12-yə doğru rəqəm artır. Yəni 8-in üzərinə neçə gəlsək 12 edər? 8-in üzərinə 4 gəldikdə 12 edir. Keçid edirik, ikinciyə baxırıq. Qırmızı ulduzla verilmiş 12-nin və 9-un arasındakı ardıcıllığa baxırıq. Aha, baxırıq ki, azalır. Deməli, burada çıx işarəsi olacaq. 12-dən neçə çıxdıqda 9 rəqəmi verir. 12-dən 3 çıxdıqda bizə 9 rəqəmi verir. Demək, buradakı əlaqə çıxılsın 3-dür. Və bu şəkildə davam edəcək. 9-un üzərinə 4 gəldikdə bizə 13 cavabı verir. 13 ilə 10 yenə azalır. Deməli, 13-dən də ardıcıllığımıza uyğun olaraq 3 rəqəmi çıxdıqda bizə 10 cavabı verəcək. Aha, deməli, yaşıl ulduz və qırmızı ulduz bizə verilmiş rəqəmlər arasındakı əlaqəmiz üstəgəl 4 və çıxılsın 3 kimidir. Baxırıq cavablarımıza. A cavabında üstəgəl 4, çıxılsın 3 verilib. Bəli, doğru cavabımız A'dır.